Bəzən etiraf oxumaq istəmirsən, çünki hər gün hər kəsin başına gələnlər elə özü-özlüyünə, başlı-başına bir hekayədir. Başqasının həyat hekayələrinin hansı səhifələrini oxumağa gərək duymursan, yerə tökülən yarpaq qədər daha sonra həmin fəsli xarakterizə edən nə var bilmirəm. Chicago'da, nə bilim, New York'da, New York'u dəqiq bilmirəm, amma həmişə New York'da məskunlaşan, normalda başqa ştatlara da arada müraciət edən, digər yerlərdən canını açanlar, İsveçrənin gözəl dağlarını göstərənlər, təbiətini. Bəzisi türkcə danışır, bəzisi fransızca danışır. Onlar normalda məskunlaşdığı bölgənin, yerin küçələrini və ya getdiyi hər hansı bir özəl bir yeri göstərən və hər daim, məsələn, bizdə olmayan ərimiş qar, bir tərəfdən günəş, bir tərəfdən yerlər qardır, yəni təbiətin fərqliliklərini göstərən